Dünya ve ahiret İmam Hüseyin ağadan ayrı salma. Allah dünyada İmam Hüseyinin ziyaretinden, kıyamette şefaatinden bizi bir nasip eyleme. Allah Hüseyin məhəbbətin bu xalqa, bu millete çok görme. Allah dünyanın her yerinde Müslümanlara, zulm edenlere lanet eyle. Bizden dua isteyenler, iltiması dua edenlerin hamısının hacetlerini reva eyle. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifayı acil mərhəmət eyle. Her kimin ne haceti var, ne derdi var, bu gece derdini götürüp gelip senin kapıva, seni and verirəm Əbəlfəz ağanın ehtiramına hamımızın hacetlerinizi reva eyle. Bizi bu gece öz evindən el boş naümid yola salma. Ömrümüzün axırınacan bize halal minnetsiz ruzu mərhəmət eyle. Allah verdiğin nimetlerin şükürünü yerine yetirmeye, qədrini bilmeye bizi müvəffəq eyle. İmam Hüseyin ağaya ağlayan gözleri, yanan ürəkləri cəhənnəm odunda yandırma. Allah əziz şəhidlərimizin müqəddəs ruhunu bu gece Aşura gecesi İmam Hüseyin ağaya qonaq elə. O əziz şəhidlərimizin ruhunu hamımızın